Əlvida ey Allahın əzəmətli ayı, ey övliyaların bayramı, əlvida ey bizə yoldaşlıq edən ən əziz vaxt, ən üstün ay, əlvida ey arzulara çatdıran, əməlləri çoxaldan ay, əlvida ey varlığı çox qiymətli, yoxluğu isə dözülməz olan mübarək Ramazan ayı bir ay bizə yoldaşlıq elədi və bugün biz bu mübarək aydan ayrılırıq. Ayrılırıq bu ümidlə ki, yenidən növbəti illərdə mübarək Ramazan ayına qovuşacağıq. Bugün həqiqi mənada bir ay ərzində öz nəfsi ilə mücadilə edənlərin bayramıdır. Bugün nəfs üzərində qələbə bayramıdır. İnsan bir ay nəfsi ilə mücadilə etdikdən sonra Allah ona haqq verir ki, Fitr bayramı günü şadlansın, sevinsin. Çünki şadlıq insanın mənəvi durumu ilə bağlı olan bir anlayışdır.